Salam, Mehriban Görüş verilişinin hörmətli tamaşaçıları. Bugünkü verilişimizin qonağı elə bir insandır ki, o bütöv bir ölkənin sevgisini, ayrılığını, sükutunu və taleyini öz qələminə sığdırıb. Yazdıqları Bakı küçələrindən başlasa da, sədası Azərbaycanın ən uzaq rayon və kəndlərinə qədər gedib çatıb. Onun qələmi ilə Bakı sadəcə bir coğrafi deyil, bir xarakterə çevrildi. Kimimiz onu Təxminə və Zarun yaradıcısı kimi sevdik, digərimiz onun senariləri ilə gün keçdi dedik. Bəli, bugünkü qonağımız Azərbaycan ədəbiyyatının canlı klasiki, 60-cıların nəslinin intellektual siması, xalq yazıcısı Anar müəllimdir. Xoş gəlmişik. Xoş gördük, xoş gəldik. Necə hiss edirsiniz özünüzü? Yaxşı, normal. Çox şükür. Anar müəllim, sizin titullarınızla, vəzifənizlə, kitablarınızla hər kəs tanıyır. Amma gəlin hər şeyi kənara qoyaq. Bugünkü Anar müəllimin daxili anar əslində kimdir? Yazılarımda kimləmsə özümdə oyam. Qapısana konkret. Bəli. Yazıçılar Birliyinin sədri olmaq anar yazıcısına nə vaxtsa mane olubmu? Təbii ki, mane olur, çünki mən burada vaxtımın çox hissəsini burada keçirdirəm. Buranın çoxlu qayğıları var, çoxlu problemləri var. Hətta iş yerində olmayanda da o problem məni düşündürür, o problemlər məni düşündürür, onlarla məşğul oluram. Ona görə çox, oradan da bu yaradıcılıq prosesinə bu iş xeyli mane olur. Sizin nəsil Azərbaycan mədəniyyətində böyük bir inqilab etdi. Sizcə, indiki gənc yazarların 60-cılar kimi bir bütöv cərəyan yarada bilməsinin səbəbi nədir? Səbəbi dövrdə, çünki biz elə bir dövrdə yazmağa başladıq ki, dövr dəyişdi, zaman dəyişdi. Stalin ölümündən sonra bilirsiniz, Xruşçov onu ifşa elədi, biraz mülayimləşmə dövrü başladı Sovet İttifaqında. Ona görə yeni bir dövr başladığı üçün ədəbiyyatda da yeni bir dövr başlandı. İndi bizim də ondan sonra çox vacib hadisələr oldu bizim tariximizdə. Azərbaycanın müstəqilliyini qazandı, Qarabağ məsələsi həll olundu, torpaqlarımız tamam azad olundu. Yəni bu dövründə öz yazıçıları yetişir və yetişməkdədir. Anar müəllim, indi hamı maraqlı seriallara baxır. Təxminə və Zaur bugün film yox, 50 serialdan ibarət olsaydı, o sevgidən əsər əlamət qalardı? Məncə lazım deyil, çünki o şey əsasında, roman əsasında teatr tamaşaları qoyulub, bir neçə teatr Azərbaycanda demək olar ki, bütün teatrlar onu qoyub. Türkiyədə İstanbul Bələdiyyə Teatrı onu qoyub, film çəkib Ocaqov, rəhmətli Rasim Ocaqov. Məncə ancaq o əsərdən də, o əsəri istismar eləmək yetər, bundan artıq lazım deyil bir şey. Əgər Təxminə bugün sağ olsaydı, Instagramda daha da populyar olardı. Sizcə, sosial şəbəkələrdə onun faciəsini yüngülləşdirərdi, yoxsa daha da ağırlaşdırardı? Hər halda dedikodular biraz da çox olardı. Çünki elə bir dövrdür ki, dedikodularla, insanlar dedikodularla popülər olmağa çalışırlar. Hansı dedikodulardan? Müxtəlif dedikodular, insanlara qoşulan dedikodular, məşhur adamlar haqqında deyilən yalanlar, böhtanlar filan, onlar hamısının, onda Təxminə o dövrdə yaşasaydı, onlar yəqin 2 qat artıq olardı o söz-söhbətlər. Oxucular arasında hələ də müzakirələr edilən əsərləriniz var. Əgər bir əsərinizin sonluğunu bugün dəyişmək imkanınız olsaydı, hansı olardı? Əgər siz az-çox mənim yaradıcılığımla tanışsınızsa, 5 mərtəbəli evin 6-cı mərtəbəsindən sonra mən bu illər, yəni bir 2-3 il bundan qabaq Təxminənin Son Sirri adında bir hekayə yazdım və orada bir çox suallar ki, doğurdu o əsərlə bağlı, onlara orada cavab vermişəm o hekayədə. Bugünkü Anar, 60-cı illərdəki o gənc, üsyandakı Anarla görüşsəydi, aranızda hansı mövzu haqqında mübahisə düşərdi?
Bu fantastik bir fərziyyədir, çünki insan ömrü yaşanılıb, artıq təzədən geri qayıtmaq mümkün deyil. Mən indi böyük bir əsər üzərində işləyirdim, 30 ildir, onu tamamladım. Keçdi olan oldu. Bir aya inşallah o əsər çıxacaq və orada siz çox suallara cavab tapa bilərsiniz mənim. Çünki ömrümün müxtəlif mərhələləri o əsərdə əks olunur. Əsərlərinizin ekranlaşdıran rejissorlar arasında sizin təsəvvürünüzdəki obrazı ən dəqiq canlandıran kim olubdu? Mən ssenarilərim əsasında çəkən rejissorların hamısına minnətdaram, çünki hərəsi çox bizim istedadlı sənətkarlarıdır. Məsələn, kinoda mən Arif Babayevin çəkdiyi Gün Keçdi filmini çox təqdir edirəm, bəyənirəm. Rasim Ocaqov 2 filmi çəkib mənim təminə və Otel otağı çox gözəl filmlərdir. Ramiz Həsənoğlu ilə biz bir neçə film çəkmişik, onlarla da mən çox razıyam. Rəhmətli Gülbəniz Əzimzadə ilə mən özüm şəxsən rejissor kimi Dantelin Yubileyi filmini çəkmişik. Yəni bu hər bir filmin öz xüsusiyyətləri var, öz məziyyətləri. Xeyr, heç kəsdən narazı deyil. Nə gözəl. Hamı deyir ki, gənclər oxumur. Bəs sizcə bəlkə gənclərin oxuyacağı mövzunun yazıçılar, bugünkü yazıçılar yaza bilmirlər? Ola bilər mi? Bilmirəm, ola. Mən onu kim nə deyir, mən hamıya cavab verə bilmərəm, hamının nəvəsinə cavab verə bilmərəm. Mən oxuyuram, imkanım daxilində, gənc yazıçıları da oxuyuram, klassikləri də oxuyuram. Ömür elədir ki, bilirsiniz, hər şey oxumaq mümkün deyil. Ona görə seçəndə ki, mən tutalım təzə bir romanı, o qədər də güclü bir əsər olmayan romana vaxtımı həsrləməliyəm. Ya təzədən bir də Mirzə Cəlili oxumalıyım. Onda mən Mirzə Cəlili seçirəm, gəlir. Herhalde onu oxusam mənə daha çox mənəvi qida verər. Anar müəllim, sizcə bugün yazıçılar qazandığı pulla ailə saxlaya bilərmi? Yox. Bəs nə etmək olar? Bilmirəm nə etmək olar, çünki indi bilirsiniz, bəziləri Sovet dövrünü pisləyirlər və düz eləyirlər, çünki Sovet dövründə çox naqisliklər olub, çox cinayətlər olub, ədəbiyyata qarşı da olub, yazıçıları da tutublar, təqib ediblər, bunlar hamısı olub. Mən özüm də senzuranın tələblərindən, yersiz tələblərindən çox əziyyət çəkmişəm, hər şeyə qulp qoyurlardı filan. Amma bir dəqiqə, amma Sovet vaxtında yazıcı yaradıcılığı ilə dolana bilirdi. Çünki kitabları çap olunurdu, o kitablardan pul alırdı. İndi yazıçıların çoxusu özü pul verir ki, kitabını çıxartsınlar. Elə bundan nəticə çıxardınlar. Və dünyanın mən bildiyim bütün ölkələrində heç kəs tək-tük yazıçılardan başqa, Nobel mükafatı laureatları var. Tək-tük yazıçılardan başqa heç kəs tək ədəbi yaradıcılığı ilə dolanmır. Biri müəllim işləyir, biri nə bilim mən jurnalist kimi qəzetlərdə yazır, birinin dükanı var, hətta belə də olur filan da. Hərə bir yerdən pul qazanır və eyni zamanda yaradıcılıqla məşğul olur. Biz isə öyrənmişik o Sovet dövrünə və istəyirik ki, indi də elə olsun. Onda gələk təzədən Sovet dövrünü bərpa eləyək ki, onu heç kəs istəmir təbii. Ona görə indi bu dövrün şəraiti ilə barışmaq lazımdır. Yazıçı gərək əsərləri ilə dolanacağına ümid bəsləmək. Belə çıxır ki, tələbat yoxdur, kitablar alınmır. Tələbat da azalıb, çünki televiziyadır, şəbəkələrdir. Bilirsiniz, bu şəbəkələrin texniki şey kimi, texniki bir ixtira kimi çox vacibdir və mən bilirəm ki, bu çox böyük bir ixtiradır. Amma bu ixtira əxlaqla paralel getmir. Çünki bu ixtiradan, bu böyük ixtiradan ən naqis vasitələr üçün kimisə şərrləmək, kimisə böhtan atmaq, kimisə pisikdirmək üçün istifadə olunur. Və heç bir də məsuliyyət daşımır. Kim nə istəyir, ağzına gələni yazır və heç kəs də bunu məsuliyyətə cəlb eləmir. Bu isə əxlaqı pozur, bu isə insanları yalana alışdırır, böhtana alışdırır. İnsana çox adam maraqları məhsul görəsən filan məşhur adam haqqında daha pis nə yazacaqlar, bununla maraqlanırlar. Bu isə çox ciddi bir təhlükədir. Əxlaqi cəhətdən cəmiyyət üçün çox ciddi bir təhlükədir. Anar müəllim, süni intellekt nə vaxtsa sizin kimi ruhu olan ağ liman yaza bilərmi? Yazıcı peşəsinə təhlükə varmı? Mənim kimi bilmirəm, yaza bilər, yaza bilməz. Ancaq onu bilirəm ki, heç bir vaxt süni intellekt Tolstoy kimi yaza bilməz, Çexov kimi yaza bilməz, Cəlil Məmmədquluzadə kimi yaza bilməz. Gələcək nəsillər sizin Yazıçılar Birliyinin sədri kimi yox, sadəcə bir hekayənizlə xatırlanmasını istərdiniz. Mən niyə Yazıçılar Birliyinin sədri kimi xatırlanmalıyam ki, mənim
30 cilt toplasan bir yerde 30 cilt kitabım var. Eğer bu 30 cilt kitapla beni hatırlamırlarsa yazıcılar birinin sədri kimi heç hatırlamasınlar. Sizin əsərlərinizdəki Bakı küçələri artıq demək olar ki, yoxdur. Özünüzü müasir Bakıda qonaq kimi hərdən hiss edirsinizmi? Yox, mən özümü qonaq kimi hiss etmirəm, amma hiss edirəm ki, şəhərdə qonaqlar çoxalıb. Və bu qonaqlar da indi xoş niyyətlə gələn xoş gəlib, amma gəlib bu şəhərin pozmaq üçün bu şəhər. Bəhs eləyirəm, Köhnə Bakı küçələrindən. Köhnə Bakı nə deməkdir? Köhnə Bakı içəri şəhərdirsə, içəri şəhər əbədi bir şəhərdir. Bakı nə qədər yeniləşsə də, düzdür, indi içəri şəhəri də kababxanaya döndəriblər, amma ki, hər halda içəri şəhər Azərbaycanın tarixidir, Azərbaycanın mədəniyyətidir, Azərbaycanın bu ərazidə Azərbaycan ruhunu yaşadan bir məqamdır. Ona görə mən içəri şəhəri çox sevirəm, o barədə yazmışam da, filmlərim də var o barədə. O ki, qaldı bütün böyük şəhər, Bakı böyük bir şəhərdir burada. Bir neçə şəhər var burada. Burada insanlar bir yerdə yaşasalar da bəzən çox ayrı-ayrı ruhda yaşayırlar, ayrı-ayrı zövqləri çox müxtəlifdir, maraqları çox müxtəlifdir. Bütün bu megapolislərdə, böyük şəhərlərdə bu var, Bakıda da var. Anar müəllim, 10 illərdir hər kəs sizi dinləyir, sizi oxuyur və sizin haqqınızda danışırlar. Bəs bugün bütün bu titullarda, vəzifələrdə və kitablardan kənarda Anarın öz-özünə demək istədiyi, amma heç bir əsərində sığdıra bilmədiyi o tək cümlə nədir? Əgər mən indiyə qədər onu deməmişəmsə, niyə elə hesab edirsiniz ki, indi deyəcəm bunu? Dedim, bəlkə də şansı var. Yoxdur, elə şansı yoxdur. Mən nə varsa, mən nə bilirəmsə, nə lazım bilirəmsə, onu da yazıram. Bizə bugün zamanını və sözün o biri üzünü göstərdiyiniz üçün təşəkkür edirik. Sağ olun. Anar müəllim, sizinlə söhbət hər zaman 5 mərtəbənin pəncərəsindən dünyaya baxmaq kimidir. Çox sağ olun. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt sona çatdı. Sağ olun, gələn görüşlərə dək.